Akıl Bakdadı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecə Dovşan dayı və diş həkimi nağılını sizlərə danışacağam. Əzizlərim, biri var idi, biri yox idi. Uzaq bir meşədə yaşlı bir dovşan yaşayırdı. Hamı ona Dovşan dayı deyirdi. Dovşan dayı çox arıqlamışdı və gündən-günə zəifləyirdi. Çünki uzun müddətdir dişi ağrıyırdı və yemək yeyə bilmirdi. Bu meşədə bir diş həkimi var idi. Amma Dovşan dayının diş həkimi ilə arası yaxşı değildi. Düzünü desəm, uşaqlar, o diş həkimindən çox qorxurdu. Dostları ona, həkimə get, dişini müalicə et, deyəndə o əsəbi şəkildə deyirdi. Mən heç vaxt diş həkiminə getməmişəm, indi də getməyəcəm. Amma dostlarının yeyib içməsinə baxanda ürəyində çox heyfsilənirdi. Xüsusilə də digər dovşanlar iştahla kök və kahı yeyəndə mədəsi acından quruldayırdı. Bir gün Dovşan dayı qonşusunun evinin yanından keçirdi. Bir balaca dovşan sevinc içində kök yeyirdi. Dovşan dayı o qədər zəifləmişdi ki, artıq özünü idarə edə bilmədi və acıqlı şəkildə dedi. Mən burada acından ölürəm, sən isə oturub qarşımda kök yeyirsən. Balaca dovşan qorxaraq kökünü götürüb uzaqlaşdı. Öz-özünə dedi. Nə olub axı? Niyə Dovşan dayının xasiyyəti dəyişib? Axı o həmişə mehriban idi. Dostları, qonşuları və ailəsi çox narahat idilər. Onlar düşünürdülər ki, əgər Dovşan dayı belə zəifləməyə davam etsə, bir gün tamamilə əldən düşəcək. Nəhayət, bir səhər Dovşan dayı yatağından qalxıb, diş həkiminin yanına getmək qərarına gəldi. Həkim dələ meşədə hamının güvəndiyi, təcrübəli bir diş həkimi idi. Dovşan dayı içəri girən kimi dedi. Tez ol həkim, bu dişimi çıxart və məni bu əzabdan qurtar. Amma həkim işinə başlamaq istəyirdi ki, Dovşan dayı qorxu ilə qışqırdı. Yox, yox, çıxartma, çox qorxuram. O, kreslodan qalxmaq istəyəndə gözləri böyük bir qabda yığılmış təzə, şirin köklərə sataşdı. Həkim dələ gülümsəyərək dedi. Bu kökləri sizin üçün gətirmişəm, Dovşan dayı. Dovşan təəccüblə soruşdu. Mənim üçün? Həkim cavab verdi. Bəli, mən hər dəfə bir dovşanın dişini müalicə etdikdə, ona bir qab dolu kök hədiyyə edirəm ki, rahat yeyə bilsin. Sonra davam etdi. Amma əgər bu çürük dişi çıxartmasam, bütün dişlərin çürüyəcək. Əslində, əvvəlcə gəlsəydin, dişini çıxartmağa ehtiyac qalmazdı. Onu müalicə edərdim. Dovşan təzə dadlı köklərə baxdı. Artıq dözə bilmirdi. Nəhayət kresloya oturdu. Gözlərini yumdu və dedi. Tez ol, həkim, nə qədər ki fikrimi dəyişməmişəm, bu dişi çıxart.
Həkim dələ tez və ağrısız bir şəkildə onun çürük dişini çıxartdı. Dovşan çox az ağrı hiss etdi və bir neçə dəqiqə sonra kreslodan qalxıb həkimə təşəkkür etdi. Sonra böyük bir qab kökü qucaqlayıb evinə yollandı. 2 saat sonra ilk dəfə rahatlıqla kök yeyə bildi və gücləndiyini hiss etdi. O gündən sonra qərara aldı ki, dişlərinə yaxşı baxsın. Daha sağlam və vitaminlərlə zəngin qidalar yesin ki, yenidən dişləri xarab olmasın. Dostlar, bəs siz necə? Diş həkimindən qorxursuz? Məncə yox, qorxmursuz. Çünki siz mənim ağıllı dostlarımsınız. Bilirsiniz ki, vaxtında həkimə getməsəniz, sonra dişiniz çəkilməli olar. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.